Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Ben kısa bir short çekmek istəyirəm. Demək, videolarım çıxmır axır vaxtlarda, çünki başım qarışıb, biraz vaxtım yoxdur deyə vaxt məhdudiyyəti var. İşə girmişəm bu arada. Demək, evin yanında supermarket var. Rusiyada yaşayanlar bilər, Monetka adlanır. Bravo setləri kimi bir setdir o da, amma ki biraz balaca mağazalarda da bravolar böyüdülər. Və mən orada kassir universalını işləyirəm. Hələlik girmişəm işə. İnanın o qədər iş saatı çoxdur ki, demək evdə dedim ki, darıxdırıcıdır da, neynəyəcəm ki, evin yanında da yapışıb, binanın böyründə. Dedim ki, bəs şey eləyəcəm də, burada elə gedirəm işə, gəlirəm 2 gün, 2/2. Və qrafik təsəvvür edirsiniz, səhər saat 9-un yarısından axşam saat 11-ə kimi. Çox inanırsınız, çətindir həqiqətən də. O qədər vaxta görə çətindir. İş özü çətin deyil. İş nədə kassada qalmaqdır. Arada darıxdırıcı olur, gedirəm nəsə Maloçkada bir tavarları düzəldirəm vəssalamda. Belə bir şeylərdir. Qalbasna geldə tavar, Maloçka geldə tavarları düzəldirəm. Amma ki belə çətin iş yoxdur orada. Bir də kassada dayanmaqdır. Əvvəl biraz çətinlik çəkirdim, indi öyrənmişəm. Amma ki belə çətin olur. Çünki səhər saat 6-da 7-yə işləmiş oyanıram. Dururam, nahar hazırlayıram. Nahar bişirirəm, kaşa, yumurta yoldaşıma. Sonra abed bişirirəm, nəsə uyum bişirirəm, sırası biraz çox yemək bişirirəm. Ya da 2 cür, 3 cür edirəm. Saat 9-un yarısına kimi soğat eləməliyəm. Naharı da yeyirəm, sonra çıxıb gedirəm işə. Və bir də orada saat 2-də bizdə abed olur. 1 saat abedə vaxtımız var, amma mən 1 saatlik istifadə eləmirəm. Və bir də ki, axşam saat 6 falanda nəsə atışdırmağa çıxıram. Əgər kimsə olsa, əvvələ imkan var idi, indi yoxdur. Çünki kassada hər kəsin 2 dənə kassirdir, hər kəsin smenində özü işləyir. Ona görə də heç axşamlar vaxt olmur. Elə o 2-də elə atışdırmağımız da abed vaxtı və salam. Ta axşam evə gələnə kimi saat 11-ə, 12 işləmiş gəlirəm. Və ondan sonra da təbii ki, o vaxt heç kəs işdə yemir. Sadəcə su içib yatıram, qutardı. Çox yorğun oluram. Ona görə də işini çəkə bilmirəm. Evdə qalan günlərdə ki, deməli 2 gün evdəyəm, 2 gün işdəyəm. Evdə qalan günləri də ev işlərindən təbii ki, məşğulam. Bu arada istəyirəm dırnağa gedim, bilmirəm. Evin yanında, prям burada şey var, salon. Balaca bir dənə parikmaxırskaya var. Gedim baxım, əgər orada